31 oktyabr tarixində həftənin 5-ci günündə axşam saatlarında göy üzündə Ayla Merkür arasında 90 dərəcəlik kare açı aktiv olduğu üçün bugün yeni insanlarla tanış ola bilərsiniz. Amma bir tərəfdən də yeni tanış olacağınız insanları həddindən artıq ideallaşdırmamağa diqqət və özen göstərməyə çalışın. Duygusal olaraq tamamlanmamış keçmiş mövzular bugün yenidən gündəminizə gələ bilər və bir tərəfdən də duyğularınızı ifadə etməkdə biraz çətinlik çəkə bilərsiniz. Sevgilinizlə, sevdiyiniz insanla ünsiyyət zamanı yanlış anlaşılmalar yaşanıla bilər. Diqqətli olmağa çalışın. Həyat yoldaşınızla ünsiyyət zamanı bugün çox diqqət göstərin. Çünki həyat yoldaşınızla ünsiyyət zamanı tələskən ifadə edəcəyiniz sözlər daha sonra qırıcı bir təsir hissi yarada bilər və bir tərəfdən də yanlış anlaşılmaların qarşısını almaq üçün ünsiyyət zamanı empatiya qurmağa çalışın və həyat yoldaşınızla birlikdə qərar verməniz gərəkən bəzi mövzuları bugün biraz ertələməyinizdə fayda var.